Bismillahirrahmanirrahim. Əziz dostlar, hər birinizi salamlayıram. Sizə çox maraqlı bir mövzudan danışacağım ki, Dədə Ələsgərin haqqında danışacağım və onun Kürt haqqında bir kəlmə şeir deyib, o şeirin səhv anlaşılan mənasını sizə izah edəcəm ki, burada söhbət heç vaxt Dədə Ələsgər Kürt milləti adından söz danışmaz. Ümumiyyətlə, o heç vaxt ümumi adına danışmayan adam olub və Dədə Ələsgər həmişə elə obaya bir, necə deyərlər, ağsaqqalına, böyüyünə bir, necə deyərlər, məsləhətli bir məsləhətlə müraciət edib, şeirlərində gözəl-gözəl nəsihətlər deyib və orada mesaj göndərib ki, millət olaraq, xalq olaraq biz necə olaq, neynəyək. Onun bir şeiri var. Bunu nə üçün deyirəm? Mənim də bir məsələm oldu bu yaxınlardan, bir status yazmışdım. Onun haqqında çox cəmaat, kənd cəmaat, o bir aləm qarşı, bir də mənə qarşı massiv bir şəkildə hücumlar keçdi. Bu insanlar özü düşünmədilər nə elədiklərini. İndi Ələsgər nə deyir? Deyir ki, Dədə Ələsgər o vaxt gedir, Kəlbəzərin Qılıçlı kəndində bir toy edir. Ona deyirlər ki, toyumuzu çal, faizdə sənin dananı verəcək. Bu da gəlir, çalır, faiz vaxtı gəlir, bunun pulunu istəyir ki, mən gəlmişdim belə. Buna deyirlər ki, nə məsələ deyirək, sözdür, demişdin, sənin xoşuna gəldi, biz də deyirik, sənin xoşuna gəldi. Ancaq biz adamı, dana söhbəti yoxdur, bağlanıb, toyda ölüb, keçib, qutarıb. Ələsgər orada baxır ki, bunu hərf yerinə qoyurlar. Orada bir söz deyir bu ki, bunu kim aldadıb? Orada deyir ki, sözün yeri gəldi, qoy deyim, barı, eşidənlər məni saymasın karı. Yəni, karı axmaq yerinə qoymasınlar. Aşığın lisəsi Kürdün ilqarı desələr, amma düz olmaz. Burada Kürt deyən Ələsgər kimi nəzərdə tutur? Heç vaxt Ələsgər Kürt milləti nəzərdə tutmuyor burada. Çünki Ələsgərin həyat yoldaşı, ana xanım bacımızın elə bir tərəfi Kürt olub. Yəni, onlardan qohumluq olan da bu adam ondandır və Ələsgər deyir ki, Kəlbəzərin xeyri şəhəri yaxşıdır. Kəlbəzər cəmaət Ələsgərə dolanışığında çox kömək edib. Biri ki, çox şahılı ailədir, yeznələridir, aşıqdır və buna dayaq olsa dolandırıblar və burada Ələsgər Kürt deyəndə heç vaxt Kürt xalqını nəzərdə tutmur. İzahat verəcəm. Bir gün Ağalar Bayramov gəlmişdi mənim yanıma ki, dedi, Hacı, bu şeiri bir də dedim, burada Kürt qardaşlarımız vardı, mənim əleyhimə çıxdılar, söhbət edədilər ki, o yan bu yan biraz təlaşlı idi, qorxulu gəlmişdi, mən bu məsələdə bir aydınlıq ver. Mən də izah elədim, Ağalar Bayramov getdi deyir, bunu və bu dinlə yenə izah edirəm bunu. Aşıq Ələsgərin, həmin toydan Ələsgərin bir dənə şeirdə bir dənə də divanı var. Deyir ki, orada, qılıçlı qardaşlarım dedi bir dana vermedin. Vaxt gəldi, İqbal döndü, keçdi zamana vermədin. Sarıdaşlı Bayraməli qaçdı, mərdana vermədi. Aşığa bir dana verməz, 100 manatın tat aparar. Bu, aşığa burada bir nəfərə söhbəti. Sarıdaşlı Bayraməlidən. Burada Kürt xalqından, o Kürt deyəndə, yəni onun nəzərdə tutur, Sarıdaşlı Bayraməlidən. Ancaq bu o nə deməkdir? Ələsgərin bir şeiri var, aşqınağı ilə deyişməsində deyir ki, təvəqqan var Şəmşəddinin bəyləri tapşırın ki, çal köpəyə hürməsin. Bir qoca aşıq da orada aşağı nağı itir kalır, Ələsgərin alında Göyçənin adına xoşa gəlmən sözlər yazdır, o yan bu yan. Ələsgər Şəmsəddinin bəyləri Tovuz mahalının yaxşı kişilərini sayır, saygı ilə, hörmətlə onlara deyir ki, təvəqqəm var, xahiş edirəm, Tovuzun ağaları, bəyləri o çal köpəyə tapşırın, sürməsin, elə o boya qarşı-qarşıya qoymasın. Bax, Ələsgər bu mövqedən çıxış edərək Kürt xalqının da yaxşı kişilərinə mərd oğlanı, bildim ki, o qədər Kürt qardaşlarımız var, Kürt şair dostlarımız var, Mürvət Təkəri, şair Avil Cəfakeş, bizim qonşularımız da burada Kürt çox mərfətli, qanacaqlı, qabiliyyətli, xeyirdə, şərdə, yasda, toyda iştirak edən qardaşlarımız da, yəni bir millət olaraq bir yerdə yaşamışıq. Kürt burada Türk fərqi yox, deyin yaşamış, xalq gibi yaşamışıq. Ələsgər burada Kürdün yaxşı olanlarına deyir ki, o Sarıdaşlı Bayraməlinin qulağını dartın, Kürt xalqının adına ləkə gətirən hərəkət eləməsin. Səhv hərəkət eləməsin. Kürdün belə mərd oğlanları var. Ona görə Kəlbəzərin xeyri şəhəri yaxşı. Kəlbəzər cəmaatının çoxu Kürtdülər və onlar da Ələsgərə böyük dəstək oldu və adamın üstündə Allah var. Çox gözəl Kürt cəmaatının gözəl xeyri şəhəri məclisləri var. Bizim burada məclisləri olub. Həmişə onlardan biz ehtiram, mərfət görmüşük. Bir-birinə sayğı, duyğu, dosta, qardaşa çox böyük hörmət görmüşəm. Mən şəxsən öz adıma deyirəm. Burada Ələsgər də heç vaxt Kürt xalqına qarşı nalaq söz deməz. Burada o Kürt sözü demək nə? Kürtlər demir, ha? Kürt demək o Sarıdaşlı Bayraməlinin dövründə zamanı nəzərə tutur ki, onun qulağını çəkin, o Kürt xalqının adına yaraşmayan hərəkəti eləməsin. Ələsgərin mesajı budur. Mən ki, qaldım mənim bu yaxınımı, bu keçən yazdığım statusla bağlı, bu qardaşların qohum əqrəba hamısı yığışlar bir yerə ki,
Bəs sən belə demsən, bir özünüz bir fikirləşin ki, bu sözü niyə deymişə? Niyə biz ilanın quyruğunu basırıq ki, qalxıb bizi sanca? Adam birinci danlağı, günahı özündə görər. Özündə günahı görməsən, başqasını günahlandırmağa sənin haqqın yoxdur. Ona görə hər işdə, mən bu məsləhətim deyirəm, hər işdə iki baş var. Bir səbəbkar, bir də yaradan. Ona görə də hər iki başı qınaq edəndə. Eləməsəniz, heç bir tərəfi qınaq eləməyin. Boşuna verin, bu məsələ geçsin. Heç vaxt günah bir tərəfli olmur. Günah iki tərəfli olar. Deyir, bizim babalara müdrik kəlamı var. Baltanın ağzında varsa da küpündə də var. Yəni günah bir tərəfində olmaz. Baltanın ağzı deyir kəsir, o demək deyil ki, onun küpündə günah yoxdur. Baltanın ağzına o itiliyi, o ağırlığı verən, o ətaləti verən, kəsdirən onun küpündəki ağırlıqdır. O yükdür, baltanı vurursan ağzı kəsir. Yəni hikmət bundan ibarətdir. Ona görə ya baltanın deyir ağzında varsa sapında da var. Yəni baltanın sapı yaxşı olmasa balta da yaxşı kəsir, yaxşı düzülür. Yəni bu iki tərəfli, bu böyük məsələnin içində böyük hikmət var. Ona görə də bir işi görəndə dostlar, tanışlar, birinci günahı özünüzdə axtarın. Görün siz kimsiz, nəşisiz, başqası sizə qarşı niyə belə hərəkət edib, niyə bu sözü deyib, niyə bu işi görüb. Bax, ondan sonra siz cavabını tapacaqsınız. Var olun, Allah dədələsəyər, rəhmət eləsin, dədələsəyər hər gün üçün böyük bir tərbiyə qoyub gedib, onun bütün xalqlara, millətlərə böyük hörməti olub, sayğısı olub. O Aşıqal Dəlalının dastanını da orada neçə Kürt oğlanların adını fəxrlə çəkib, nə bilim mən Azərbaycan oğlum, nə bilim kimlər. Yəni o heç vaxt ayrı seçkili salmayıb, bu məsələni də qoyduq bu yerdə yoluna. Yəni biləsiz Dədələskər burada bircə nəfərdə də dur. Ona görə də bir nəfərin günahını hamı üstə yazmaq düzgün deyilib. Hamı yığılıb o bir nəfərin qulağını dartmalıdır ki, ay adam özünü yığışdır, bu səhvə yol vermə. Var olun, sağ olun.